Salam değerli izleyicilerimiz. Biz Aslanlı Kent Orta Məktəbindəyik. Neftçala rayonu. Hal-hazırda olduğumuz sinif Şəhid Zeynalov Azad Ağaverdiyoğlu'nun adını daşıyan sinif otağındayıq. İkinci sinifdir. Bakı şəhərindən bir qrup şəhid anaları deməli Azadın təhsil aldığı məktəbi ziyarət etməyə gəliblər. Allah şəhidlərimizin məkanın cənnət, məqamlarını uca etsin. Mən istəyirəm ki, elə məktəbin direktoru bir kəlmə öz ürək sözünü desin. Buyurun. Əvvəla bir daha xoş gəlmişsiniz deyirəm. Allah bizim bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. Biz də əlimizdən gələni çalışırıq ki, həm tədrislə bağlı, həm təlim-tərbiyə ilə bağlı şagirdlərimizə demək, keçmişdə olan və bizi üçün isə yeni olan şəhidlərimizi təbliğ edək. Arzu edirəm ki, hər bir şagirdlərimiz elə şəhid kimi, belə deyək, qəhrəman, şücaətli olsunlar. Bizim də məqsədimiz odur ki, təkcə tədris yox, eyni zamanda biz də istəyərik ki, bir vətənpərvər bir övlad kimi göstərik. Burada bəziləri bacıdır, şəhidin bacıdır, bəziləri anadır. Allah sizə səbir versin. Təbii ki, təkcə şəhid sizin şəhidlər deyil, eyni zamanda bizim şəhidlərdir. Yəni, bugün biz ayaq üstə dayanmamız onlara borçluyuz. Allah rəhmət eləsin hamısına. Florana buyurun. Bəli, çox sağ olun. Hamınıza birinci xoş gəlmişsiniz deyirəm. Bugün biz Neftçala rayonunda Azad oğlunun sinifinə gəlmişik. Onun bu balaca balaların ziyarətinə gəlmişik. Müəllimənin ziyarətinə gəlmişik. Biz burada bir dəfə olmuşuq. Yəni də onda biz söz verdik ki, Allah qoysa üzümüz bu tərəfə gəlsə, biz yenə də bu Azadın sinifini ziyarət edəcəyik. Mənim burada gəlməklə gələn mənim analarım, bacılarım, hamısı Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan ana, bizim qəhrəman igid şəhidimiz Ələsgərin həyat yoldaşı Zümrüd xanım, ordenli Vəliyev Oktayın yoldaşı İradə xanım, Həsənov Ramizin yoldaşı Təxminə xanım, Yusuf balamın yoldaşı Zöhrə xanım, vətənpərvər qızım Arzu xanım, Şiraflan oğlumun yoldaşı Narın xanım, mənim vətənpərvər qızım Şarə Sahibə xanım, yəni ki, Emin Cəfərovun bacısı Zöhrə xanım, Zümrüt xanım. İkinci şəhidimiz Əli oğlumuzun anası Ana xanım ana. Biz bu günləri bura İtkin Dadaşov İlhamın tədbirinə gəlmişik. Və biz özümüzə borc bildik ki, biz gəlib bu sinifi də, bu məktəbi də ziyarət edək, ondan sonra gedək İlham oğlunun tədbirində iştirak edək. Allah gələn ayaqlarımızı var eləsin. Hamıza çox sağ ol deyirəm ki, mənim yanımdasınız bu günləri, biz gəlmişik bu balalarımızı, bu məktəbi ziyarət edirik. Bəli, bura bizim doğmamızdır, siz düz deyirsiniz, şəhidlər hamısı bizimdir. Ancaq ki, biz də belə görəndə ki, şəhidlərin adını uca tuturlar, şəhidlərin adını, biz analar da fəxr edirik onunla ki, həqiqətən də bizim balalarımız unudulmur. Bizim də çalışdığımız amalımız odur ki, şəhidlərimiz heç vaxt unudulmasın, həmişə bunların simasında, bunların qəlbində, bunların gələcəyində bizim şəhidlərin də yeri olsun. Allah sizi var edəsin. Biz bugün məktəbə əli boş gəlməmişik. Bax bu körpələrə, körpə fidanlara və məktəbin şagirdlərinə özümüzün hədiyyəmiz var. Qarabağ Qartalları adlı bizim şəhidlərimizin xatirəsinə həsr olunmuş albomumuz var. Bu albomda İgid Qəhrəman oğulların şəhidliyin bir səlnaməsidir. Qarabağ Qartalları. Floranın təşkilatçılığı ilə bu jurnalı biz tərtib eləmişik və istəyirik ki, məktəbin direktoru bunu sizə təqdim eləsin Arzu xanım.